Baxırıq, demək 71-dən sonra qaldıq 72, 73 eynidir. Buradan da 73-dən başlayaq. Deyir, sıfırdan fərqli ədədin P faizi Q faizinin cəmi. Ədədimiz olsun X. Bunun P faizlə Q faizinin cəmi. Demək, P faizlə Q faizinin cəmi deyirsə, X vurulsun P plus Q. P plus Q faizinin cəmi həmin ədədin 10^7 hissəsinə, 10^7 x-nə. Baxın, deməli, x-in P plus Q faizi tapdıq, böldük 100-ə, bərabərdir həmin x-in 10^7-sinə. Digər tərəfdən deyir ki, həmin ədədin P faizi ilə Q faizinin fərqi, yəni x-in P minus Q faizi də, P minus Q faizi də həmin ədədin 1/10-nə bərabərdir, yəni 1/1 x-ə. Bunu sistemə alıram. Buradan x-dar gedir. Baxın, x-dar gedir, buradan da getdi. Hər tərəfin belə qaldı. P plus Q bölü 100 bərabərdir 10^7. Digər tərəfdən də P minus Q bölü 100 bərabərdir 10^1-ə. Bunu da hər tərəfin 100-ə vursaq, birincini, tənliyi 100-ə vursaq, P plus Q bərabərdir 70-ə. İkincini də 100-ə vursaq, P minus Q bərabərdir 10-a. Alt-alta toplasaq, 2P bərabərdir 80-ə, P bərabərdir 40-a. P-miz 40-sa yerinə qoysaq, birində yerinə qoysaq, Q-miz də olur 30. Bizə deyir ki, P-Q hasilini tapın. P-Q də bərabərdir 40 vur 30, yəni 1200. 1200. Bu şəkildə. Gəldik 74 və 75-ə. 74 ilə 75 eynidir. Ona görə 75-i izah edirəm. %75-də deyir ki, turizm şirkəti müəyyən sayda turist qrupunun 60%-ni hava şarı ilə səyahət. Bunu Venn diaqramı ilə yazaq. Deməli, bu hava şarı ilə səyahət olsun. Bu da motosiklə. Bizə deyir ki, 60% hava şarı ilə, 45% motosiklə gəzinti üçün bilet satdı. Bu bütün turistlərin ən az bir bilet aldığını və 3 turistin hər 2 əyləncə növünə bilet aldı. Demək, 3 turist hər 2 əyləncə növünə bilet aldı. Biz baxaq, 60% hava şarı idi, 45% də motosikildir. Bu illərdə 105%. Deməli, 105%-dən də 100%-ni çıxsaq, olur 5%. Deməli, bu 5% neyiniyib? Hər ikisinə bilet alanların sayıdır. 3 nəfər 5% isə, onda 100%-ə də biz x nəfər olsun. Buradan x-i tapsaq, 300 böl 5 olacaq, deməli, 60. Bizə də nə deyir? Deyirdi ki, turistlərin ümumi sayını tapın. Turistlərin ümumi sayını da biz x demişdik, 100%. Onda olacaq 60 nəfər. 76 və 77. Gəlim 77-ni izah edirəm. Eyni suallardır. 77-ci sual. 77-ci sualda deyir ki, şabalın ümumi kütləsinin 20%-ni, fındığın isə ümumi kütləsinin 10%-i qabıq təşkil edir. 1 kiloqramın qiyməti 8 manat olan 30 kilo şabalıd. Baxın, şabalıd 30 kiloqram 8 manatdan nə qədər pulu veriblər? Buna 240 manat. 240 manat pul veriblər. Sonra fındığı üçün 40 kilo alıblar. Buna da 9 manatdan veriblər 360 manat. Düzdür? 49-a vuranda 360 manat. İndi bizə deyir ki, qabıq alınmış və qabıqdan ayrılaraq qarışdırılmışdır. Qarışığın 1 kilo olsun. Neçə manatdan satmaq lazımdır ki, 20% mənfəət əldə etmək mümkün olsun. İndi baxın, bunlar ümumi nə qədər pul xərcləyib buna? Toplasaq bunları 600 manat. Deməli, ümumi 600 manat pul xərcləyiblər. İndi bizə deyir ki, bunda sonda nə olsun? 20% mənfəət olsun. Yəni, bunların 20% gəliri olsun. Deyir ki, bunun qabığını təmizləyib, qarışdırıb satacaqlar və sonda bunların 20% gəlir olsun. 20% gəlir olması üçün 600-ün 120%-ni tapmalıyıq. Biz bölsək 100-ə 720 manat. Deməli, bunlar 600 manat xərcləyiblər, 720 manat qazanmaq istəyirlər. Buna görə də bizə deyir ki, bu təmizlənmiş fındığı neçə manatdan satmalıdırlar? Fındıq və şabalad qarışımın. İndi baxaq.
fındığın neçə faizi gedir? 20 faizi qabağa gedirsə, 30-nun 20 faizi qabağa gedirsə, deməli 80 faizi qalır. Böldük 100-ə, eləyir 24 kilo. 24 kilo fındıqdan qalır. Daha da, yox. Bir dəqiqə qarışıq yazdım burada. 20 kilo fındıq, şabalt yox, düz yazmışdıq. 30 kilo şabaldın 20 faizi qabığa gedirsə, deməli 30-un 80 faizi qalır, böldük 100-ə. 24 kilo, daha doğrusu bayaq fındıq yazmışdım, şabalt qalır. Sonra deyir ki, yəni təmiz şabalt 24 kilo qalır, ləpəsi. Sonra deyir ki, 40 fındığında 10 faiz qabığa gedir. 40 kilo fındıq alıblar, onda 10 faiz qabığa gedirsə, 40-ında 90 faizi qalır, böldük 100-ə. Oldu 36 kilogram. Deməli, 24 kilo şabalt, 36 kilo da fındıq var. Bizə sonda nə deyir? Deyir, bunları qarışdırırlar. Qarışdırırlarsa, indi baxın. 36 ilə 24-ü toplayıram. Olur 60 kilo. 60 kilo bizdə oldu qarışım. Düzdür. İndi bunu neçə manatdan satmaq lazımdır ki, 720 manat olsun? Bizdə sonda 720 manat istəyirlər gəlir. Ona görə 720-ni bölərəm 60-a. Bu da eləyəcək 12 manatdan. Deməli, 1 kilosunu 12 manatdan satmalıdırlar. Bu da bu şəkildə. 78 fərqli tipdir. Ona görə 78-i də deyim, sonra keçək 79-cu suala. 78-də deyir ki, mətbəədə çap olunmalı kitabların həcmi 50% artdı. Mətbəədə çap olunmalı kitabların həcmi 50% artdı. İşi təyin olunmuş vaxtda bitirmək üçün işçilərin əmək məhsullarından 20% artırılsa da, yeni işçilər də götürülməlidirsə, işlərin sayını isə faiz artırmaq lazımdır. Belə yazaq da buna. Təsəvvür edin ki, mətbəədə 100 nəfər işçi var. Baxın, işçi. Bunun hərəsi günə 10 kitab çap edir. 10 kitab. 10 kitab. Bu məhsuldarlıqdır. Baxın, məhsuldarlığı. Yəni, bir işçi məhsuldarlığıdır. Bunlar təsəvvür edin ki, gün ərzində 100 işçi 10 kitabdan 1000 dənə kitab norma verirlər. Yəni, bu da həcmdir. Yəni, 100 dənə işçi var. Bir nəfər 10 kitabdan, yəni günə 1000 kitab təhvil verirlər. Düzdür. İndi baxın bura. Bizə deyir ki, kitablar həcmi 50% artdı. 1000-i 50% artanda 1000-in 150%-ni tapsaq olur 1500. Deməli, kitabların sayı oldu 1500. Bizə deyir ki, bu 1500 kitabı işçilərin əmək məhsuldarlığı 20% artdı. Əvvəl bir işçi bir günə 10 kitab istehsal edirsə, indi o məhsuldarlıq 20% artdı. Yəni, bir günə onun neçə faizi? 20% artıbsa, deməli, onun 120%-ni bölüyoruz. Yəni, 12 kitab. Baxın, əvvəl 10 kitab idi, indi məhsuldarlıq 20% artdısa, deməli, indi 12 kitab istehsal eləməlidirlər. Burada deyir, işçi sayı neçə faiz artmaq lazım? İşçiyə də X yazıram. Baxın, biz əvvəl 100 dənə işçi 10 kitabdan 1000 dənə hazırlayırsa, yəni 1000 kitab hazırlayırsa, indi X dənə işçi 12 dənə kitabdan 1500 dənə hazırlamalıdır. Buradan X-i tapsam 1500 böl 12. Bu da eləyir 3x getsə 4, 3x 500-də 4-ə böləndə 125. Oldu, deməli, X-imiz oldu 125. Baxın bura. X oldu 125. Əvvəl 100 idi, indi olub 125. Deməli, məhsuldarlıq neçə faiz artıb? 125 çıx 100, yəni 25% artıb. 25%. 79, 80 eyni tipdir. 80-ci suala yazıram. Səksəninci sualda bizə deyir ki, A litr 10% məhlul ilə B litr 90% məhlul qarışdırdıqda alınan yeni məhsulda duzun faiz göstəricisi 40% olarsa. Baxın, burada desəydik ki, biz bunu qablar üstünə getməyəcəyik. Niyə getmirik? Bizə desəydik ki, A litr 10% duz məhlul ilə B litr 90% duz məhlul qarışdırdıqda alınan yeni məhlulun
deməli, məhlul 40 alınan da desək ki, alınan məhlul 40% olarsa, onda biz bunu qablarla yazacağıq. Amma burada deyir ki, duzun faiz göstəricisi 40%-dir. Duzun faiz göstəricisi 40% dediyinə görə biz bunu bu üstünə yazacağıq. Maddə böl məhlul vur 100%. İndi burada deyir ki, duzun göstəricisi 40%, yəni bərabərdir 40%. Duz da bizim maddəmizdir. İndi baxaq. Birinciyə A litr 10%-nin, A-nın 10%-ni tapıram, bölürəm 100-ə. Bu yəni 0,1-ə. Deməli, A litr 10% duz məhlulunun tərkibində 0,1-ə duz var. İndi keçək ikinci də maddəmizi tapaq. B-nin 90%-dirsə, B vur 90 bölü 100-də. Burada 0,9 qram duzu var. 0,9 B duzu var. Bizim maddəmiz nə qədər oldu? Maddə 0,1A üstəgəl 0,9 B. Bu bizim maddəmizdir. İndi məhlulumuza baxaq. Məhlul nədir? A litrlə B litr qarışıbsa, deməli məhlulumuz olacaq A plus B. Bərabərdir. Bunu da 100-ə bölsək olacaq 100-40. Yəni hər tərəfini 100-ə böldüm, oldu 100-40. Bu şəkildə yazdıq. Bundan sonra da belə çarpaz vursaq 4A plus 4B bərabərdir A plus 9B. Bu da 3A bərabərdir 5B'yə. Buradan A 5K, B 3K'dır. Cəmi olacaq A plus B olacaq 8K. Bizdən ən kiçik istədiyinə olacaq 8K'ya 1 verdik. 81, 82 də bizdə fərqli suallarda birini izah eləyək. 82-ni izah eləyək. Daha doğrusu eynidir. 82 izah eləyək. Deyək, birinci qabda 80 litr 30% duz məhlulu. İkinci qabda 30 litr 40% duz məhlulu var. Birinci qabda olan məhlulun 25%-ni ikinci qaba tökdükdə. İndi baxın. İkinci qaba məhlul tökürük. Birinci qabdan. Amma birinci qabda olan məhlulun neçə faizini? 25%-ni tökürük. Birinci qabda 80 litr məhlul var. Bunun 25%-ni tapsam, vur 25 böl 100. Bu 1, 4, demək 20 litr. Deməli, birinci qabda olan 20 litri tökürəm ikinci qaba. Faizi neysə də 30%. Baxın, 80 litrin 20 litrin götürsək, yəni o faizi dəyişmir, yəni 30%-dir. Biz bura su və yaxud da duz və yaxud da spirt əlavə eləməmişik ki, onun faizi dəyişsin. Sadəcə elə bil ki, 80 litr 30% məhlulun 20 litr 30%-ni götürürəm. 20 litr 30% məhlulunu götürdüm. Əlavə elədim ikinci qaba. İkinci qabda da 30 litr 40% məhlul var idi. Bu da eləyəcək cəmi 50 litr. Burada yazaq x faizidir. Neçə faizə duz məhlulu alınır. Bu da 600 üstə gəlsin 1200 bərabərdir 50x-a. Bu da 1800 bərabərdir 50x-a. Bunlar da gedir x bərabərdir 3 dəfə 36. Deməli sonunda 36% məhlul alınacaq. Hardasa hesablama səhv eləsəm, onu özünüz düzəldərsiniz. 83-cü suala baxıram. suala. Deyir ki, 24 litr təmiz spirtlə dolu qabdan, baxın, məhlulum mənim oldu 24 litr. Dolu qabdan müəyyən miqdarda spirt götürürəm. Deməli, müəyyən miqdarda spirt götürdüksə, məsəl üçün x qram götürdüksə, götürüb, müəyyən miqdarda spirt götürüb, qabı su ilə doldurdular. 24, bir də cümləni oxuyum. Deməli, 24 litr təmiz spirtlə dolu qabdan, müəyyən miqdarda spirt götürüb, qabı su ilə doldurdular. Deməli, 24 litrdən müəyyən miqdarda götürübsə, 24 minus x litr qalmışdı. Sonra təzədən üstünə su tökdülər. Yəni, yenə sonda oldu 24 litr. Amma burada ta su ilə spirtin qarışığı var. Burada tam spirt idi. Amma təkrar tökəndə su ilə qarışır. Baxın, bu prosesin istəfə davam ediblər. 2 dəfə götürüblər. Sonra təzədən yerinə su əlavə ediblər. X qram götürüblər. Təzədən
Götürdükləri spirtin yerinə su əlavə ediblər. Məhlulumuz yenə 24 litr olur. Deyir ki, sonda spirt 64% oldu. Baxın. Birinci maddə böl məhlul vur 100. Bərabərdə 64% oldu. Düzdür. Maddəmiz bizim neçədir? 24 minus x. Məhlulumuz da 24-dür. Bizdə bu prosesi 2 dəfə davam elətdiriblər deyə kvadratı. Vur 100 bərabərdə 64. Baxın, buradan da bunu silirəm. 24 çıx x bölünsün 24-ün kvadratı bərabərdir %64. Bunu da kvadrata bölsək, 24 çıx x bölü 24 bərabərdir 10-da 8. Buradan da x-i tapsam, x deməli, vurub bölsək olacaq. Buranı silək. 24 vur 8 bərabərdir 240 çıx 10x-a. Buradan da 192 bərabərdir 240 çıxılsın 10x-a. 10x da bərabərdir bizdə 240-dan 192 çıxsa eləyir 48. X da bərabərdir 4,8. Yəni o proses 2 dəfə təkrarlanıb deyə 2 yazıq. 3 dəfə olsaydı 3 yazasıydınız. Baxaq 84-cü suala və ən uzun sualımız bizim. 84-cü sualda baxaq, deyir ki, paylanma dərəcəsi bir edilməsi istehsal satışı və xərci cədvəldə verilib. Baxın cədvələ. İstehsal satışı və xərci verilib. Birinci yazıram x, y, z. Bunların birincinin xərc yazıram, bura bir də satış yazıram. X-in xərci, belə cədvəl kimi qura. X-in xərci nə qədərdir? 10-dur. Satışı nə qədərdir? Satışı da 30-dur. Sonra Y-in xərci 20-dir, satışı 30-dur. Y-in deməli xərci 20-dir, satışı 30-dur. Z-in də xərci 30-dur, satışı da 40-dır. Sonra deyir ki, X, Y və Z məhsullarını, baxın burada, indi buzaqlar verilib. X-a 90-dır. Y, Z. Z-ə 120-dir. Cəmi 360 olmalıdır. 120, 90, 210, deməli buna da qalır 150 dərəcə. Bu da dərəcələrini tamamladıq. Bu hissəni də yazdıq. Keçirik indi saya. X, Y, Z. Bizə deyir ki, X məhsulun istehsal miqdarı, yox, Z məhsulun istehsal miqdarı həmin ayda X məhsulun istehsal miqdarı 6 ədəd çoxdur. X-in istehsal miqdarı A-dırsa, onda Z-də A plus 6 olur. Çünki deyir Z X-dən 6 ədəd çoxdur. İndi Y-in də sayını tapmalıyıq biz burada. Belə yazıram. X neçə dərəcə? 90 dərəcə. A-ya 90 dərəcədirsə, A plus 6-ya da olacaq Z-imiz A plus 6-dırsa, A plus 6-ya da 120 dərəcə. Bunu tənasüb şəklində yazsaq, A olur burada 120-a, 90-a, 30-a, 270-ə, A eləyir, deməli, A yer 18. A oldu 18. Sonra A 18-dirsə, buranı silirəm. A 18-dirsə, onda bura 18, 18, 24. İndi yenə tənasüb yazacağım. 18-ə neçə dərəcə idi? 90 dərəcə idisə x. İndi y üçün yazıram. Y-in sayına da olsun neçə? 150 dərəcə. Y-in dərəcəsi 150 idi. Sayına da y yazdım elə. Buradan da bunun sayını tapsaq, y-də olacaq. Tənasüb sarfaz vurub bölsək 30. Deməli, y-də də 30-dur. Bunu da tapdıq. Sayıların. Baxın, x-də oldu 18, y-də oldu 30, z-də oldu 24. Bura kimi də aydın oldusa, indi bu bucaq hissəsində silirəm. Sildik. Deməli, buranı da silək. Qarşısından yazacağım. Buna 18-dir, buna 30-dur, buna da 24-dür. Bu şəkildə. Bizə deyir ki, neçə faiz qazanc əldə olunub. Birincə baxaq. Bunların xərci var, satışı var. Nə edərik?
Xərcin tapırıq. X-in xərci 18 dənə, düzdür, 18 ədəd satılıb. Xərc neçə 10-dur. 180 manat xərc çəkiblər. Satışı da eləyiblər 183 oran 540-a. Sonra Y üçün baxsaq 600 manat xərc çəkiblər, 900-ə satıblar. Sonra Z üçün baxsaq 720 manat xərc çəkiblər, 960 manata da satıblar. Baxın, xərc satır. Qazancı deyəndə nə edirik? Qazanc da bunların arasındakı fərqdir, düzdür? Qazanc. İndi baxın, qazancı tapmaq üçün 540-dan 180, 900-dən 600, 960-dan 720 çıxırıq. Alınan ədədləri toplayırsınız. Baxın, burada nə qədər qazanc X-dan, Y-dən, Z-dən nə qədər qazanc əldə ediləni tapırıq. Bu da cəm edir 900. Yəni, hamısı birlikdə 900 edir. 540-dan 180 çıxır, 900-dən 600, burada 300. Baxın, yəni yaza belə. 960-dan 120 çıxanda burada 240. 240 burada da 360 olur da. 360, 300, 240. Cəmi 900 gəlirləri var bunların. Xərcləri nə qədərdir? Xərclərini toplayırsınız. Xərcləri də eləyir 1500. Vursunuz 100-ə. Deməli, qazancı tapmaq üçün neynədik? Gəlirlərin, yəni qazancı bölü ümumi xərcə vurduq 100-ə. Bu da eləyəcək 60%. Deməli, 60% qazanc əldə ediblər.